Salam əziz izləyicilər. Python seriyasına davam edirik. İstinad etdiyimiz mənbə Kərim Tahiroğlu. Bugünkü mövzu şərhlər olacaq. İzahlar, şərhlər. Deməli, bizim bu dərsə qədər keçdiyimiz, bugünə qədər keçdiyimiz dərslərdə yazdığımız proqramlar həcmcə çox kiçik olub. Bir səhifənin yarısı qədər belə. Amma bilirik ki, real iş prosesində böyük həcmli layihələr hazırlanır. O layihələr ki, onların həcmi onlarla, hətta yüzlərlə səhifədən ibarət ola bilər. Və proqramlar böyüdükcə onların mürəkkəbliyi də artır. Hətta bunun tərsini də deyə bilərik. Proqramların mürəkkəbliyi artdıqca onların həcmi də böyüyür. Hətta elə olacaq ki, siz bir layihəni komanda şəklində işləməli olacaqsınız. Belə olan halda proqram komanda üzvləri arasında bölüşdürülür və hər kəs özünə düşən hissə üzərində çalışır. Amma istənilən halda bütün komanda üzvləri proqram kodlarının tamamını bilməlidir, oxumalıdır, bu zəruridir. Və təbii ki, sadə hissələri hər kəs çox rahatlıqla oxuyacaq. Amma bəzən elə mürəkkəb alqoritmlər ortaya çıxır ki, onların başqa proqramçılar tərəfindən anlaşılması üçün əlavə izaha ehtiyac qalır. İzaha ehtiyac olur. Həm də bəzən də elə bir hal olur ki, zaman keçdikcə özümüz yazdığımız kodu özümüz anlamaqda çətinlik çəkirik. Və bu kimi halların qarşısını almaq üçün, bu kimi hallarda bizə kömək eləyəcək vasitə şərhlərdir. Yəni Python proqramlaşdırma dilində şərhlər, izahatlar, proqramın müəyyən bir hissəsində o hissəsini sonradan başa düşə bilməyimiz üçün və yaxud digər yoldaşların o hissəni başa düşə bilməsi üçün o hissəyə əlavə bir şərh əlavə eləyə bilərik. Gəlin, açaq Python proqramlaşdırma dilini görək. Bu şərh nədir? İlk öncə interpretator rejimini açıram. Deməli, Python dilində şərhlər iki cür verilə bilər. Tək sətirli şərhlər DS simvolundan istifadə olunmaqla verilir. Çox sətirli şərhlər isə 3 dırnaq işarəsi daxilində yazılır. İlk öncə tək sətirli şərhlərə baxaq. Bildiyimiz DS simvolu vasitəsilə şərhlər daxil edilir. DS simvolundan sonra yazılan bütün yazılar koda aid deyil. Bu, çünki proqramın icrası zamanı yəni icra olunmayan hissədir. Bu sadəcə izahdır. Koda aid deyil. Yazırsan bu simvoldan sonra gələn hər şey izahdır. Və gördüyünüz kimi rəngi də fərqlidir. Qırmızı şriftlərlə yazılır. Təbii ki, bunu biz ayarlardan nizamlaya bilərik. Daha fərqli rəngdə də yazıla bilər. Deyək ki, bir kod yazaq. A bərabərdir input. Əvvəlki dərslərimizdə demişdik ki, inputuna daxil edilən dəyərlər Pythonda string tipdə qəbul olunur, sətir tipində. Və indi A-ya inputuna qiymət verməliyik. Gördüyünüz kimi kursor yanır sönür. Sol tərəfdə 3 böyüdür işarəsi, yəni çağırış işarəsi yoxdur. Deməli, biz nə etməliyik? Klaviaturadan qiymət daxil etməliyik. Yəni 9 yazıb enteri vururam. Artıq A-ya 9 qiymətini mənimsətdik. Amma dediyimiz kimi inputuna daxil etdiyimizə görə 9 burada sətir tipindədir. Ədəd deyil, sətir tipindədir. B bərabərdir yenə input. Yenə qiymət daxil etməliyik. Buna da bir dənə 8 qiymətini verək. C bərabərdir integer A plus integer B. Deməli, integer funksiyası vasitəsilə biz bilirik ki, sətir tipli məlumatlar ədəd tipinə çevrilir. Integer tam ədəd tipidir. Və print C desək, nəticə 17 olaraq çıxacaq ekrana. Yəni A-nın qiyməti 9, B-nin qiyməti 8. Integer çevrildi C vasitəsilə və yəni C dəyişənində integer funksiyası vasitəsilə və nəticə olaraq onlar toplanılıb 17 nəticəsini ekrana verdi proqram.
İndi tutaq ki, bu proqramın bu hissəsini mən yazmışam, bu hissəsini Kərim yazıb, bu hissəsini Aysel yazıb və s. Yəni hər bir hissəni başqa, yəni komandanın başqa üzvləri yazıb və mənim yazdığımı ola bilər Kərim başa düşməsin, Kərimin yazdığını Aysel başa düşməsin, mən başa düşmür və s. Bu halların qarşısını almaq üçün şərhlərdən istifadə edə bilərik. Yenə yazıram A bərabərdir input. Və 9 qiymətini verirəm bu hez. Bundan sonra şərh əlavə edirəm. Deyirəm ki, 9 qiyməti sətir tipindədir. B bərabərdir. Kərim yazır. B bərabərdir input. B-yə bir 8 qiyməti yazır. Və deyir ki, 8 dəyəri string tipindədir. Onsuz da string sətir deməkdir yenə də. Sadəcə Kərim bu formada yazır. C bərabərdir integer A üstə gəl integer B. Print printdən qabaq yazaq. C dəyişəninin qiyməti ədəd tipində olacaqdır. Bunu da Aysel yazdı. Və print C. Gördüyünüz kimi mənim yazdığım hissə və onun şərhi, Kərimin yazdığı fragment və onun şərhi, Ayselin yazdığı fragment və onun şərhi. Bu belə. Bunlar tək sətirli şərhlər adlanır. Və gördüyünüz kimi print C yazandan sonra, C-dən sonra baxmayaraq ki, şərh sətri var, amma komanda icra edib onların cəmini, A, B-nin cəmi. Yəni da bu şərhi görmür orada. Yəni bu şərhlər koda aid deyil. Sadəcə bunlar izahdır. Yəni bunlar icra olunmur. Bir də dedik ki, şərhlər çox sətirli ola bilər. Interpretator rejimində onu göstərmək çətindir. Ona görə skript yaradırıq. Skripti iki cür yarada bilərik. Ya new file opsiyası vasitəsilə, ya da open əmri vasitəsilə kompüterin yaddaşında olan hər hansı bir hazır skript failini aça bilərik. Bu fail boşdur. Bizim işimizə yarayır. Yenə yazıram A bərabərdir input. B bərabərdir input. C bərabərdir. C-ni yazmamışdan qabaq 3 dənə, yaxşı, C bərabərdir integer A üstə gəl integer B. Print C. Run eləsəm, və bizdən dəyər daxil etməyimizi istəyir. Yenə bayaq kimi 9 və 8 daxil edib enter vururuq. Gördüyünüz kimi 17 qiyməti çap olunur. İndi orada bir şərh yazaq. Bu B-dən sonra, B-nin qiymətindən sonra enter vururam. Burada 3 dırnaq işarəsi qoyuram. Və 3 dırnaq işarəsini qoyduqdan sonra fikir verirsinizsə, C, yəni ondan sonra olan yazılar hamısı dırnaq işarəsinin rənginə boyandı. Burada yazıram. Burada input funksiyası vasitəsilə daxil edilən ədədlər sətir tipindədir. Bilirsiniz ki,
Sətir tipində olan verilənlər üzərində toplama əməliyyatı onların birləşdirilməsi kimi həyata keçirilir. Ona görə də C dəyişənində integer funksiyasından istifadə etdik. Və dırnağı bağlayıram. Hətta burada keçirilir sözündən sonra bir dənə sətir yaradıram. Yeni sətrə keçirəm. Və dırnağı bir dırnaq vasitəsilə bağladığıma görə gördüyünüz kimi C və print C yazıları da hələ də onların yəni bu şərhlərlə eyni rəngdədir. Deməli mən üst dırnaqla yaratmışamsa üst dırnaqla da bağlamalıyam. Üst dırnaqla bağlayandan sonra gördüyünüz kimi C ondan sonra olan yazılar C və print C artıq öz rənglərinə qayıtdı. Gördüyünüz kimi bu artıq çox sətirli şərhdir. Yəni burada 2 sətir var. Biz istifadə. Burada 2 sətir var. Yəni hətta 20 sətir belə olsa biz 3 dırnaqdan istifadə edərək bu şərhləri əlavə edə bilərik. Run edirik. Yenə də qiymət tələb olunur. A-ya 10, B-yə 11 deyirəm və nəticə 21. C onları zəmlədiyinə görə nəticə 21 çıxır. Vəssalam, şərhlər haqqında bu qədər. Ümidvaram hər şey aydın oldu. Növbəti dərslərdə görüşənədək.